dostlar, benim adım Ramiz'dir. Bugün sizlerle şey göstereceğim de size. Sadece Ramiz yok da çiftçi Ramiz. Çiftçi Ramiz de olsun. Bizim para cücelerimizi bir aşağı almışız, sefer almışız. Ki bu koyunlar girmesin, ona göre de onları evci bu toyuqlar ora girsə incidəcəklər də. Biraz yeniliklər eləmişik də elə bir də. Yavaş-yavaş çiftçiliyi sənin belə böyüdürük də elə bir belə deyək də. Ha. Misal üçün toyuqlarımız burada. Sağ ol. Ha, hini təmizlədik dünən. Demirsən onu, hini təmizlədik. Girək içəri baxaq görək nə eləmişsən. Hini təmizlədik. Bunların bu 2 mərtəbə şeydir də. Burada elə bir ki yuxarıda qalırlar. İndi burada belə aşağı düşürlər. Oradan da pilləkəndən qalxırlar yuxarı. Bunların da belə eləmişik. Böyle bir şey alınıb da Ramiz, ha? İndi bu da yuxarıda bunu niyə bağlamışıq? Soyuğa görə bağlamışıq da buranı. Bir də isə şey, içərdən pislik gəlirdi deyə səhər. Ha, indi aç buranı baxaq görək. Ha, ışığı söndürürsən də burada. Sağ ol, aferin elə sən sər durub bax bu işlərlə hamısını özün eləyirsən. Ha, burada deməli, onda ışığı söndürürsən, bir daha axşam yandıracaqsan da. Ha, oradan da deməli qapağın var, pilləkənlə açırsan. Açırsan qapağını, düşürlər bunlar. Bura. Ha. Yaxşıdır, başım. Dünən nə elədik Ramiz? Dünən həm də saman tökmüşük, yerlərini təmizləmişik də, toyuqların. Baxaq orada icazə verirsən. Ha, bunu da nə qəşəng eləmişsən. Ha, orada yulğundur da bu ağacı. Burada əkdik ki, toyuqlar yeməsin də onun yarpaqlarını. Ha, belə aqrajden elədin də, belə deyək, sərhəd düzəltdin də elə bir. Görsən necədir, yaz gəlir Ramiz. Nə gözəldir, bax, elə bir adamın belə kefi də açılır. Yazda necə torpaq elə bir ki, oyanır, adamın kefi də açılır elə bir ki, elə bir həyat başlayır da. Görsən, bizim Novruz da bax, onun Novruz bayramı da ona işarədir. Bu xoruz da imkan vermir özündən başqa. 2 dənə xoruza qoyulmur da, biri şey, Beşiktaşlıya, biri isə Neftçala xoruzu. Beşiktaş da budur da. Və o Akkara düzdür, yanıb orada Beşiktaş. Deyir, burada şef mənəm da. Məndən icazəsiz heç kimə yaxınlaşmıyor. Bunlar da biraz qulaq asmırlar, yoxsular. Belə eləmişsin. Qəşəng, ama biri oturub yumurtalamağa. O nədir Ramiz orada elə? Nə? Divardan su gedir, nə gedir? Orada divarda görsün. Ya, bu şeyləri də onlar, pişikləri. Ha, oturublar yumurta yapılablar. Yumurta yerləri. 8 dənə yumurta götürmüşəm. Ay maşallah, elə 8 dənə götürmüşsən, yenə də yumurta yollar da hala. Bir şey başlanır da satış. Satıram bir şey yumurtalar. Ha, doğrudan ha, sən keçən dəfə ilk yumurtanı satdın ha. Fərvi Cəmiyə ilk dənə 30 dənə bir kletka yumurtanı satdın. Neçədən satırsan yumurtanın birini neçəyə versən? 30 qəpiyə. Maşallah, yaxşıdır, qəşəngdir. Allah, afərin sənə. Buraya kim istəyirsə gəlib ala bilər məndən. Qəşəng, qəşəng.
Amma Aferin. Elə bil ki, başlayırsan da biznesə işə. Bax, birinci şey öyrənirsən həm də. birinci WhatsApp nömrəmi atmalıyam da dostlarıma. Darıxma da, o vaxt olar elə. Hə. Hələ qəşəng məşğuliyyət oldu, sən üçün məşğul olursan. Satmaq lazım olanda satarsan. Əsas odur ki, bizim səninlə fikrimiz nədir? Getmək başqa yerlərə, orada kənd həyatını, çiftçilik həyatını çəkmək, sənin dostlarına, insanlara göstərmək də eyni zamanda ki, yəni bu çiftçilik necə olan şeydir, insanlar yəni fermer, kənd həyatında necə yaşayırlar və sən uşaqlıqdan nə istəmirsən? Fermerçi olmaq da, yəni ona görə də biz də sən də mənim sən də, bacın, qardaşın, bütün valideynlər də belədir də əslində. Ən böyük sərvətimsən də, elə bir də. Çünki mən də elə vaxt deyəm ki, sənə də çox vaxt ayırıram ki, bəs sənə vaxt ayırmayıb kimə vaxt ayıracam? Ki, biz belə işlərlə məşğul ola bilək də, sənə kömək eləyə bilim ki, sən özün dirçələsən, ondan sonra özün də sən mənə vaxt ayırarsan. Mənim toyuqlarım onda çoxlu yumurtalayır da, hardasa çoxlu yumurtalayanda mən də yığıram da, elə bir ki, hardasa 30 dənə yumurta da, hardasa 4-5 gün yığıram, ondan sonra da verirəm, satıram. Ha da, indi özümüz də yeyirik axı, yəni evə də verirsən, özümüz də yeyirik, əmiklə də verirsən. Ondan əlavə də 4-5 gün 30 dənə yığırsan normaldır da, yəni yaxşıdır şükür. Yaxşıdır üçün olması yəni. Bu da burada belə. Bilirsən də, ən yaxşı vitaminli olan toyuqlar üçün buğdadır. Burada bir də otda bax, bu yonca əkdi ya, bax Ramzi, bax bu yonca görsən, maşallah, əməlicə şey olub. Böyüyüb. Biz də görsən kölgəmiz düşür ora kameraya, çəkilişə. Biraz azı orada böyümüyür. Həndə heç nə olmaz da, bunlar orada tam yaşarıb, yoncanı da bilsən, 7 dəfə də belə əkib bağlamaq olur. Əkirsə eləyirsən, qopardırsan, yenə təzdən. Çox yaxşı. Yaxşı tuta bilmir də onu. Ona görə də biz də elə şey fikirləşməliyik ki, altdan taxta qoyaq ki, bu şaxlıdır nədirsə. Ha, indi oradan o birisi hin düzəldəcək də. Oradan bir dənə də hin düzəldəcək də sənin üçün. O da bunu kim eləyəcək, bax bunu kim eləyəcək oradan da. Amma buradan bir də Ramiz bax, görsən, sən nə fikirləşirsən? Biz buranı necə istifadə edə bilərik bu arada? Olacaq hin düzəltə bilərik. Bir də isə üstündən də sənin dediyin odunlar qoymaq. Ha, düz deyirsən. Buradan bax belə eləmək olar, axşam. Və buradan onsuz bunun üç divarı var da, o birisi balaca cücələr üçün üzü istiyə gedir də. Altın eləyərik buradan belə. Göstər necə fikirləşirsən? Elə bil ki, altdan ev qururuq. Ha, onların hini olacaq. Üstün bağladıq bu taxtanı. Bağladıq. Üstü isə olacaq odun qoymaq. Orada odun yığa bilərik də. Yaxşıdır. Onda onu da düzəldəndə çəkib göstərərsən də dostlar var. Əlbəttə. Sağ olun dostlar.